Xalq bu çağrışa əməl etsə də qətliyam dayanmadı və nəhayət sıra xəlifəyə gəldi. Mustasım Billahın nəhəng xəzinəsi vardı. Bu səbəblə o xəzinənin yerini deməsi üçün şiddətli işgəncələrə məruz qaldı. Xəzinə tapıldıqdan sonra Hülagü xan üçün artıq xəlifənin bir dəyəri qalmamışdı. Orta Asiya inancına görə soyluların qanı tökülməməlidir. Bu səbəbdən Mustasım Billah xalçaya bükülərək yerə sərildi. Daha sonra Hülagü xanın əmri ilə üzərindən yüzlərlə Manqol atlısı keçdi və xəlifə at nalı altında çeynənərək öldürüldü. Bağdat şəhərindəki 100 illərlə ayaqda qalmış tarixi binalar yerlə yeksan edildi. Divarlar yıxıldı və İslam dünyasında elmin çırağı o gün sönmüş oldu. Dünyanın ən dəyərli və nadir əlyazma kitablarının saxlanıldığı Bağdat kitabxanası talan edildi. Kitablar